Salam, hər vaxtınız xeyir əziz ikincilər. İkinci hissədə hər birinizi xoş gördüm. Bugün sizlərə təqdim edəcəyim mövzu Azərbaycan dili ikinci hissə ilk mövzu olan cümlənin əsası, yəni icraçı və hərəkət mövzusu ilə bağlı olacaq bugünkü izahımız. İlk öncə qısa məlumat verib, daha sonra testlər və çalışmalar üzərində daha mükəmməl şəkildə öyrənək. İzaha keçməmişdən öncə uşaqlara onu deyim ki, əgər birinci hissədə izahlarım, yəni mövzu izahlarım, tapşırıqlar, testlər sizə faydalı oldusa, videoları bəyənməyi, şərh yazmağı, kanala abunə olmağı və dostlarınızla paylaşmağı unutmayın. Gəlin başlayaq. Cümlənin əsası icraçı və hərəkət. Deməli, cümlənin əsası uşaqlar nədir? Cümlənin əsası cümlənin ən vacib hissəsidir. Cümlə bizə bir fikir deyirsə, o fikir məhz cümlənin əsası ilə bildirilir. Necə? Cümlənin əsası iki hissədən ibarət olur. İcraçı və hərəkət. Deməli, icraçı nədir? Cümlədə kim nə suallarına cavab verir? Bax, kim nə suallarına cavab verən sözlərdir. Məsəl üçün, işi kim görür və ya söhbət nədən gedir? Baxın, belə deyək də, adətən cümlənin əvvəlində gəlir. Yəni, icraçı cümlənin hər zaman əvvəlində gəlir. Əksər vaxt. Belə deyək, məsələn, uşaq oxuyur. Kim oxuyur? Burada işi görən kimdir? Uşaq. Pişik yatır. Nə yatır? Pişik. Yəni, burada işi görən, yəni icraçı, uşaq oxuyur da uşaqdır, pişik yatır da pişikdir. Burada, məsəl üçün, yenə deyirəm, pişik və uşaq icraçıdır. Yəni, cümlənin icraçısıdır. Xəbər nədir və daha doğrusu hərəkət nədir? Belə deyək də, nə etdiyin, nə olduğunu, necə olduğunu bildirir. Nə edir, necədir, nədir suallarına cavab verir. Ən çox cümlənin sonunda olur, əgər cümlə pozulmasa. İndi uşaqlar, belə deyək də, cümlənin icraçı, daha doğrusu cümlənin əsası necə tapılır? Addım-addım. Cümləni birinci oxuyuruq. Kim nə sualına cavab verən icraçı, nə edir, nədir, necədir suallarına cavab verən isə hərəkət olur. Deməli, uşaqlar, elə vaxt olur ki, icraçı gizlənir. Necə gizlənir? Biz onu hərəkətin qabağında sözlər, yəni əvəzliklər qoyaraq onu tapa bilirik. İndi baxaq birinci sualdan və burada görərik biz. Birinci sualda bizə nə deyir? Hansı cümlədə icraçı yoxdur? Yoxdur deyirsə, deməli biz onu sonradan bərpa edə bilərik. Amma hələ ki bu cümlədə yoxdur. Baxırıq birinci cümləyə. Nərgiz yemək bişirdi. Nərgiz burada icraçı, bişirdi isə olacaq hərəkət. Bitkilərə qulluq etdik. Baxın, burada hərəkət var, etdik. Amma kim bitkilərə qulluq edib? Buna icraçımız, yəni yoxdur. Özümüz bərpa edə bilərik. Baxın, biz bitkilərə qulluq etdik. Amma burada bizə nə deyir? Fakt gözümüz nəyi görmür? İcraçını görmür. Ona görə cavabımız olacaq B variantı. Qatar bizə yaxınlaşdı. Nə yaxınlaşdı? Qatar nə etdi? Yaxınlaşdı. Yəni cavabımız olacaq icraçı olmayan variant B variantı. Baxırıq ikiyə. Hansı cümlədə həm icraçı, həm də hərəkət var? Kitabxanaya getdik. Baxırıq. Həm icraçı, həm hərəkət varsa, kitabxanaya getdik. Baxın, burada icraçı yoxdur, hərəkət var. Kitabxanaya kim gedib? Baxın, görürsünüz, icraçı yoxdur. Yəni, işi görən, hərəkəti edən yoxdur. Ona görə A-da yoxdur. Bugün çox yorulduq. Yorulduq, hərəkət var, amma icraçı yoxdur. Kim yorulub, bilinmir. Ona görə də getdi. Çoban sürünü otarırdı. Kim otarırdı? İşi görən kimdir? Çoban. Nə edirdi? Otarırdı. Deməli olacaq C variantı. Həm icraçı var, həm hərəkət. 3-ə baxırıq. Hansı söz cümlənin icraçısı ola bilməz? Hamını dinlədi. Tez. Baxın, usta kim? Usta hamını dinlədi. Qız hamını dinlədi. Tez hamını dinlədi. Kim dinlədi? Bilinmir. Ona görə də olacaq B variantı. Baxırıq 4-ə. Hansı cümlədəki icraçı bildirən söz cəmdədir? Biz cəm şəkilçiləri öyrənmişdik də, uşaqlar, lar-lər, düzdür? İzahda da var. Hansı cümlədəki icraçı bildirən söz cəmdədir? Uşaqlar açıqca hazırladılar. Ay, sağ ol, uşaqlar. Artıq burada cəmlik var, deməli olacaq burada A variantı.
Hansı cümlədə altından xətt çəkilmiş sözlər cümlənin əsasıdır? Baxırıq, görürük burada. Deməli, yazda ağaclar canlanır. Burada hamısında xətt çəkilib. Yazda ağaclar canlanır. Burada yoxdur. Yəni söz cümlənin əsası. Cümlənin əsası nədən ibarətdir? İcraçı və hərəkətdən. Kitab 26 səhifədir. Burada da nə işi görən var, nə də hərəkət var. Meşəbəyi yaralı ceyranı xilas etdi. Baxın, kim xilas etdi? Meşəbəyi nə etdi? Xilas etdi. Ona görə də olacaq C variantı. Altıda deyir, hansı cümlədə hərəkət bildirən söz indiki zamandadır. İndiki zamanı bizdən soruşur. Biz qalib gəldik. Keçmişdi. Uşaqları gözləyirik. Bəli, indi gözləyirik. Olacaq B variantı. Hansı cümlədə icraçı var? Tərəvəzləri yudum. Kim yuyub tərəvəzləri? İcraçı kimdir? İşi görən kimdir? Bilinmir. Deməli, burada yoxdur. Məktəbə gec getdim. Baxın, burada da bilinmir axı, məktəbə gec getdim. Bilinmir söhbət kimdən gedir, icraçı kimdir, bilinmir. Ona görə də getdi. Üzüm çox dadlıdır. İndi icraçı var, nə dadlıdır? Üzüm necədir? Dadlıdır. Artıq burada üzüm icraçıdır. Cavab olacaq C variantı. 8-ə baxırıq, hansı cümlə yalnız icraçı və hərəkət bildirən sözdən ibarətdir. Film başladı. Deməli deyir ki, film başladı. Elə film nə? Film nə idi? Başladı. Elə olacaq A variantı. 9-da Aysel kitab oxuyurdu cümləsində icraçı bildirən sözlə bağlı fikir hansıdır? Aysel kim oxuyub? Aysel oxuyub da kitabı, düzdürmü? Ayseldən söhbət edək. Ahəng qanuna tabedir. Aysel, xeyr, tabe deyil. Səhv olanı soruşulsa elə A variantı. Ayseldə A qalır, E incədir. Ona görə də ahəng qanuna tabedir. Səhvdir, ahəng qanuna tabe deyil. Ona baxırıq, hansı cümlədə hərəkət bildirən söz dodaqlanan saitlərdən ibarətdir. Dodaqlanan saitləri biz bilirik ki, O, U, Ö, Ü. Deməli, İ varsa getdi, yerə də İ var, getdi, oturdu. Bəli, olacaq B variantı. Çalışmalara baxırıq, uşaqlar. Çalışmalara baxaq, bir saniyə. Vaxtınızı alacağım. Deməli, baxırıq. Bizdən soruşur ki, bizə deyir ki, cümlənin əsasını bildirən sözlərin altına xətt çəkin. Körpə yuxudan oyandı. Baxın, kim oyandı? İşi görən kimdir? Körpə. Nə etdi? Oyandı. B-yə baxırıq. Bağban ağacları suladı. Bağban kim suladı? Bağban suladı. Nə etdi? Suladı. Təyyarə nə qalxdı? Təyyarə. Nə etdi? Qalxdı. Kərim otağa daxil oldu. Kim? Kərim. Nə etdi? Daxil oldu. Daha sonra baxırıq. Ordumuz qalib gəldi. Kim qalib gəldi? Ordumuz. Nə etdi? Qalib gəldi. Aydan dərs oxuyurdu. Kim oxuyurdu? Aydan. Nə edirdi? Oxuyurdu. Deyir ki, cümlələrə sözlər əlavə edin ki, cümlədə icraçı bildirən söz olsun. Yaxşı. Sabah Türkiyəyə gedəcək. O, ya da belə deyək də, Əli. Əli sabah Türkiyəyə gedəcək. B. Qorxu bağladı. Uğur. Qorxu bağladı. Həkim xəstəni sakitləşdirdi. Dərzi dərsi izah etdi. Müəllim, dərzi nə idi? Müəllim dərsi izah etdi. Anasına hədiyyə aldı. Bir ad deyək. Ammar anasına hədiyyə aldı. Qızıl üzük düzəltdi. Mikail qızıl üzük düzəltdi və s. Baxırıq 3-ə. İcrası bildirən sözlərin təkdə olduğu cümlələri işarələyin. Təkdə sadəcə tək olan varlıqları istəyir. Qonaqlar burada var, axıllar var, cəmlik var. Götürə bilmərik. Valideynlər götürə bilmərik. Əkbər götürə bilərik. Qapı götürə bilərik. Nənə götürə bilərik. Qonşulardır isə götürə bilmərik. 4-ə baxırıq. 4-də bizə deyir ki, cümlələrdə hərəkət bildirən sözün zamanını müəyyənləşdirib yazın. Ceyran bərk qorxdu. Qorxdu keçmiş. Nahid rəsm çəkir. İndi. İndiki zamanda. İndiki. Gələcək. Gəmi birazdan gələcək. Bu da gələcək. Eşitdim. Bu da keçmiş olacaq. Aha.
Baxırıq 5-ə. İcraçı bildirən sözün işlənmədiyi cümlələri işarələyin. Baxırıq, görürük. Küçələri bəzədilər. Kim bəzədi bilinmir. Deməli, biri bu. Nənəm bizə nağıl danışdı. Burada var. Kitabları rəfə yığdıq. Kim yığdı bilinmir. Anam mürəbbə bişirdi. İcraçı kimdir? Anam. Deməli, burada da var. Bizdən olmayanı istəyir. Ona görə də A və C variantları A və C variantlarında icraçı yoxdur. Baxırıq digər tapşırığa. Deməli, verilmiş cümlə haqqında doğru olan fikirlərin qarşısında D, səhv olan fikirlərin qarşısında isə S yazın. Dərzi paltar tikdi. Cümlədə icraçı bildirən söz var. Bəli, dərzi. Cümlədə hərəkət bildirən söz keçmiş zamandadır. Bəli. Tikdi, keçmiş zamandadır. Cümlədə icrası bildirən söz yoxdur. Yanlış var idi. Biz quş işarəsi də qoyduq. Cümlədə hərəkət bildirən söz yoxdur. Tikdi. Cümlənin hərəkətidir. Buna görə də var. 7-də bizə deyir ki, cümlələrdə cümlənin əsasında icraçı və hərəkət altından xətt çəkin. Gəlin xətt çəkək. Divar saatı işləmirdi. Aha. Burada divar saatı işləmirdi. Tamaşaçılar alqışladılar. Kəndlilər zəhmətkeşdirlər. Yağış yağır. 8-də isə bizə deyir ki, boşluqlara hərəkət bildirən sözlər əlavə edərək cümlələri tamamlayın. Keçən il şəhərə getdik və yaxud getdim. Biz yayda dənizə gedirik. Gedirik. Daha sonra C'də olacaq, atam sabah gələcək. Mahir tarlaya getdi. Bu formada. İcraçı bildirən sözün qalın saitlərdən ibarət olduğu cümlələri işarələyin. Otaqlar, bəli, bu qalındır. Bilal, xeyr, burada artıq var, i saiti var, bizdən qalın istəyir. Əsmər, bu da götürə bilmərik. Qardaşım, bunu götürə bilərik. Onda isə de, cümlələrdə hərəkət bildirən sözlərin altından xətt çək. Səbinə dərslərini oxudu. Qar yavaş-yavaş əriyirdi. Onun saçları tez uzandı. Aysu məktəbə getdi. Uşaqlar, bugünlük izahımız bu qədərdir. Yəni, mövzu izahımız və tapşırıqlarımız bu qədərdir. Ümidvaram ki, sizə az da olsa faydam oldu. Faydam oldusa, rəy bölməsində yazmağı, videonu bəyənməyi, dostlarınızla bölüşməyi unutmayın və növbəti izahlarda görüşərik. Hələlik.